2023-2026-cı illərdə demək London School of Economics-də dövlət idarə etməsi üzrə magistr təhsili almışam. 2025-ci ilin iyulun ayında məzun oldum və hal-hazırda Dövlət Neft Fondunda çalışıram. Bakalavr təhsilinizi harda almısınız? Bakalavr təhsilim İhsan Doğramacı Bilkənt Universitetində olub. İxtisasım beynəlxalq münasibətlər. Ümumiyyətlə dövlət proqramı ilə xaricdə oxumaq sizin həyatınıza necə təsir etdi? Yəni hansı dəyişikliklər baş verdi məsələn? Əslində çox böyük təsir edib. Əslində bir balaca geri çəkilsə, əslində yəni belə deyim, mən Ağdamda anadan olmuşam və belə deyim, həmişə deyirəm ki, müharibənin dağıtdığı Ağdamda dünyaya gələn Şəhriyar, yəni heç vaxt gedib bəlkə də Londona çıxmazdı, amma məhz bu proqram sayəsində getdi Londona və dünyanın ən yaxşı universitetlərindən birində təhsil aldı və dünyaya baxışı dəyişdi. Artıq yəni bəlkə də heç vaxt əldə etməyəcəyi bilikləri əldə etdi və bu gün qayıdıb öz ölkəsinə əvvəllər edə bilməyəcəyi xidməti göstərəcək.